Bugünkü qonağım həm sənət zirvəsini, həm də qəlb tərifət edən bir insandır. Təbii ki, söhbət Azərbaycan xalq artisti Mübariz Tağıyevdən gedir. Xoş gəlmisiniz Mübariz bəy. Xoş gəldiniz. Təşəkkür edirəm. Sizin iki müsahibənizi izləmişdim. Birində həqiqətən çox əyləncəli bir insan olduğunuzu gördüm. Çox gülərək izlədim. Digərində isə xüsusən uşaqlıq və gənclik illərinizi danışdığınız, İrəvan xatirələrini danışdığınız hissədə çox gözlərimdə oldu. Gəlin sizi öz dilinizdən eşidək. Əslində Mübariz Tağıyev kimdir? Necə insandır? Mən Mübariz Tağıyev Hüseynoğlu 1948-ci ildə qədim şəhərimiz İrəvanda anadan olmuşam. Orta təhsilimi də, ali təhsilimi də orada almışam. SSR vaxtı idi. Müəyyən müsabiqələr, sairə, ən mötəbər, yəni hərdən bir xəbərlərdə göstərilən o meydan, onun bir tərəfi Armeniya restoranı idi. Yəni bu restoran biraz uyğun gəlmirdi, çünki turistlər üçün işləyirik biz. Yəni bu restoranda, 5 ulduz restoranda işləmişəm bir neçə il. Ondan sonra bir müsabiqədən sonra dəvət olundum Ermənistan Dövlət Estrada Orkestrinə. Bu dünya miqyaslı bir kollektivdir. Yəni uzun müddət orada işlədim. Dünyanın yarısından çoxunu gəzdim və s. Bu da mənim bir tarixcəmdir. Ancaq gənclik illərim o vaxtlar dəbdə olan rock aləmi ilə bağlı olubdu. Yəni uşaqlıq illərimiz də yadımdadır ki, maqnitofon yox idi. Vallar var idi, böyük vallar. Gedirdik müəyyən studiyalarda Elvis Presley, Little Bill, nə bilim, bu adlar sıralamaq istəsəm çox uzun çəkəcək. Yəni dəbdə olan rock aləminin ulduzlarını alıb gətirirdik. O rengen plonkaları vardı, böyrək şəkili, nə bilim, qaburğa şəkili. Gətirdik, onun üstünə vururduq, bunu qulaq asırdık, bəh. Yəni yamsılaya axırda gəlir bir şeyə çıxırdı ki, nəysə gəncliklərimdə başa düşdüm ki, estrada müğənnisi bu birbaşa onun manerası, oxu tərzi ilə bağlıdır, seçilir. Atam neçə ki, kaman ustası idi. Yəni musiqinin müəyyən incəliklərini deyirdi. Mən anlayırdım nədən söhbət gedir. Ancaq istəyirdi ki, mən də bu istiqamətə, kaman istiqamətinə gedəm, mənlikdə öldü. Bu nədir başa düşə bilmirəm, məni bu estrada aləmi yəni özünə cəlb edirdi. Yəni o illərdən puxtələşə belə deyək də, öz fəaliyyət səviyyəsində, ancaq ki, bir hədd gəldi, çıxdı ki, 2 il mən pullu bir, belə deyək, məktəb idi. Bir fransız müəllimin yanında 2 il, yəni orada mən təhsil aldım. Həm gitara, həm vokal. Yəni bu çox maraqlı idi, bilirsiniz. Mənə elə gəlirdi ki, ona kimi elədiklərim belə də, ancaq sonra aydın oldu ki, böyük incəliklər var, səsin qızışdırılmasıdır və s. Bunlar lazımdır. Bir dənə məndə yadda o qaldı ki, o vaxt dedi ki, sənin gözəl səs tembrin var vaxtından. Onu itirməmək üçün dediklərimi əməl elə. Neynəməliyəm, ay Allah. Onun çox vaxt deyirdi ki, laqqıltı vurma orada, burada küçələrdə, nə bilim, nələrdə. Lazımsız yerlərdə oxumaq lazım deyil. Mən başa düşürəm, cavansam və s. Və bir də ki, deyilən bu, raspevka deyirik indi, o səsin qızışdırılmasıdır. Yəni, onları hər bir not oxunmalıdır, mahnıdır o. Yəni, fikrimdə qalan buydu. Mən də nə cür lazımdır, o yolu keçdim. Uğurla keçdim sözünü düzü.
Söz nəsil mənasında. Uğurla Çox uğurlu keçdim oldu. və bir an alındı ki, sözün düzü Dövlət Estrada Orkestrinə qəbul olanda oranın rəhbəri konservatoriyanın müəllimi idi. Mənə dedi ki, gəl qiyabi olaraq konservatoriya işlərini ver. Dedim, ablam, mən artıq üstü oxuyuram. Bizdən qiyabi nə bilim, nə eləmək istədim. Dedi ki, gələcəkdə lazım olar sənə. Bəlkə heç lazım deyil bu. Ancaq ki, bəlkə lazım olar. Gəldim, məsləhətləşdim. Evdəkilər də dedilər ki, sən necə eləyəsən? Orada, burada qastrollarda, nə bilim, nələrdə. Elə belə qiymət yazacaqlar. Onda sən nəyinə lazımdır bu? Bir də ki, sən artıq diplom, artıq qutarırsan sən. Nəysə, o məsələ qaldı göydə. Getdim əskərliyə. Mən getdim, düşdüm Tiflisin Zaqafqaziya hərbi donanmasının, nə bilim, nəyinin bir xoru. Yəni, başlar oxumağa, bu dirijor gülür, deyir ki, sən estradniksən, sən burada nə cür işləyəcəksən, mən başa düşə bilmirəm. Sən o raspivkaların da ayrı cürdür, yanaşman ayrıdır. Dedim, yanaşma, nə istəyirsən mani olur bunu? Hə, dedik, burada düz not oxunmalıdır, sən vibrasiya eləyirsən, nə bilim, nə o yan bu yan. Mən gördüm ki, narazılıq şey eləyir. Bir də böyürdə bir leytenant oturmuşdu. Və diqqətlə baxırdı. Sonra əlini bellədi. Həştərxan vilayəti, Axtubinsk. Orada deməli bir qarnizon var. Dedi ki, gedək, 700 yerli klubun açarını verim sənə. Git kollektiv yığ. Bütün sahələrdə oradan. Nə lazımdır, kömək eləyim. İşte, bizə lazımdır bu istifadə variantı. Elə də alındı. Bir belə internasyonal bir kollektiv yarandı. Bədəm qonşularımızdan da vardı, Gürcüstandan vardı, bizimkilərdən vardı. Neysə, başladıq konsertlərə. Konsertlər gedirik demək Həştərxan vilayətidir. Konsert veririk, bunlar bir maşın çoğundur. Bir maşın, nə bilim, günə baxan, bir maşını göndərirlər qarnizona bunlar. Biz də işləyiriksə işçidə. Bütün bayramlar, bir də başlandı bütün bunların ad günləri, bütün nə bilim nələr. Bir də bir telegram gəldi, artıq axıra yaxın idi ki, Rəşid Beybutov dəvət edir teatrına. Mənə də belə təhər gəldi ki, bu nə məsələdir birdən-birə. Bir də yadıma düşdü ki, vaxtında 30-cu illərdə Rəşid Beybutov həmin o orkestrda işləyib. Nəysə, bu telegram gəldi, dolandı, hər yanı gəldi. Mən də bir zurna ağarayla zadla yola saldılar ki, həmişəlik getmə, gəl hərdən bir bizi gör, elə də oldu. Nəysə gəldim Bakıya, sən demə nə alınıb? Qardaşımı Rafiq Babayev verib hardasa, özü yaxınlaşıb qardaşım, deyir ki, mən Mübarizin qardaşıyam. Elə, elə yaxşı gördüm. Dünən Mübariz haqqında söhbət gedir ki, o əskərlikdədir, bilirlər. Birbaşa gəlsin bura telegram göndərmişik, nə bilim. Dedi, deməli, bu söhbətdən sonra bizimkilər evi orada satırlar. Ailəyə çək, deməli, gəlirik Nizami küçəsində başqa ünvan artıq. Məskunlaşdınız. Yəni, başlanğıç budur və 20 il bu dahi insanla, bu bir akademiya idi, o bir məktəb idi, yüksək səviyyəli bir məktəb idi.
kulis arxasından oturub Rəşid Beybutovun davranışına baxmaq, səhnədə davranışına. Bunun özü artıq özlüyündə məktəbdir, böyük məktəbdir. Bildiyimiz qədər Qurana əl basmısınız, and içmisiniz ki, mən toylara getməyəcəm. Sizə elə bir qadağa qoyub, daha doğrusu seçim verib ki, ya toylar, ya sənət. Və siz də sənəti seçmisiniz. Amma həyatınızda bir dəfə bu qaydanı, bu andı pozmağa cəhd eləmisiz, alınmayıb. Bununla bağlı danışmağınızı istəyərdik. Çox maraqlı idi. Yəni, Rəşid Beybutov şərt qoydu, niyə? Rüvəngiz Qasımova Allah nə cürdür o teatrda, nə ötüşəndə 8 mahnı gətirdi mənə ki, Varis, bunu sən oxu, lazımdır. Bizim oxuyaq da. Mən də cavanlıq tez qavrayıram, tez götürdüm, 8 mahnını da yazdım. Yəni, öz oxumağımdan, öz boğazlarımda, öz vesairə bir də biraz da dəyişiklik, Rəngiz xanım da əla. Bir də Rəşid İsmail çağırdı otağa ki, mən eşitmişəm, bax, belə hərəkətlər eləyirsiniz. Mənsiz eləməyin bunu. Çünki biz bir gün buradayıq, bir ayağımız da qastrollardadır. Sən bunu yazıbsan, sən bunu çəkilməlisən. Harada çəkilərsən sən bunu? Biz sabah yox, birisi gün çıxırıq. Gedirik İsveçrəyə. Və bu necə olacaq? Bunu fikirləşibsən. Dedim, sözün düzü fikirləşməmişəm. Sadəcə yəni deyilən, verilən material xoşuma gəldi. Ona görə oxudum bunu. Mən nə bildim, radionun çəkilişdən heç mən çəkiliş fikirləşmirdim. Hə, fikirləşmirsən də, belədir də. Dedi, orada dedi ki, bil, bu teatrın öz qanun qaydaları var. Toy, restoran, belə işlər mənlik deyil, bu teatrlıq deyil. Ya sənətlə məşğul olmalısan, ya da ki, ged özünə ayrı yol axtar, nə bilim neydi. Belə çox pis şey alındı. Dedim, mən gəncliklərimdə restoranda oxumuşam, ancaq o restoran deyildi. Xarici qonaqları da, yəni qonaqlar üçün olan proqram idi bu. Ancaq ki, mən nə restoranda, nə toyda oxumuşam. Bilirsən, oğul, hər şəhərin öz qanun qaydaları var. Burada da toya getmək belə, bu qəbahət deyil. Sadəcə bizim işlə uyğun gəlmir. Həqiqətən gəlirdik, 4 gün, 5 gündən sonra yerdən getdin. Neyse, uzun söhbətdir, bu mahnıların hamısını Rəngiz xanıma dedim, məndən incimə, mənnək deyil. Dedim, məndən incimə. Götürdü bir cavan Zeynallı ilə Flora xanım oxudular. Yadınızdaysa, verib baş-başa, düşdü yollar. Yəni, gəl çatdıq mənsilə, nə bilibdir. Nəysə. Və siz toylara getdiniz. Daxilimdə, içimdə bir parçalanma qaldı ki, mən əziyyət çəkmişəm, baxıb, mahnıları yazmışam. Sonra Rafiq Babaya rəhmət deyir, çox həm psixoloqdur, həm də belə ayrı insan idi. Ondan biz ailəvi dost olduq. Çox yaxın qardaş kimi. Dedi ki, bilsən nə var? Hələ belə məqamlar o qədər olacaq ki, sən təsəvvürünə gətirmirsən. Ancaq yenə fikirləşmək lazımdır ki, bu nə üçündür? Teatr üçündür, nə üçündür? Çünki bəstəkarı ya filmin, ya teatrın rejissorunu pis günə qoya bilərsən. Dedim, bu nə haqqalar deyə, bütün ömrümüz boyu orada, burada, dənizdə, göydə, nə bilim, nədə gəzməliyik biz də. Bir yandan maraqlıdır, digər tərəfdən də
sözü dedim, mən təbiətim belədir ki, azadlıq sevirəm, sevmirəm mən mesela çərçivədə olmaq. Ancaq ki, neçə ki, teatrın həm musiqiçiləri və başda Rəşidov var idi. Bu ayrı məktəb, ayrı teatr idi. Hər mahnı, hər bir işlənilən mahnı olmalıydı bir klip, çəkilməmiş klip. Səsini eşidə-eşidə, yəni bu mahnı dönürdü klipə. Tamaşaçı ilə təmasa girirdik. Məktəb o idi ki, mən dedim bunu, yadıma düşdü Rəşid müəllimin, yəni o dostum evlənir mahnısı vardı. Bəli. Bu çıxırdı səhnəyə, bütün vaxtı gəzirdi zalda, o ananı axtarırdı, o nənəni axtarırdı, tapırdı. İstər zalın ortasında olsun, istər nə bilim nə, gedirdi, başladı, bir qırğın idi zalda. Bir yandan gülüş, digər tərəfdən nə bilim nə də, mahnı olurdu doğrudan hazır bir klip də. Və bu tipli mahnılar çox idi. Və siz andınıza da əməl eləmişsiniz, toylara getməmisiniz. Yox, yəni bu toylara da getmədim. Belə də ancaq ki, yəni bu söhbətdən sonra belə alındı ki, Seyfdən bir balaca kişi buran çıxartdı, dedi əlini qoyusuna. Dedim, öyləşməm, mən namaz qılan deyiləm. Dedi ki, nə deyirsən, mən namaz qılıram bəyəm. Bir ondan günahından gərək keçmiş olaq ki, biz yəni onun qarşısında pis görsənməyək. Bir qorxu ondandır həyatda. Əlini qoy buna. Mən də fikirləşim ki, əlimi qoymaqla məsələ həll olunur. Nəsə əlimi qoydum üstünə. Günlərin bir günü, uzun illər keçibdi artıq. Rafiq Babayev, 90-cı illərdir. Vəziyyət çox ağır idi burada, 90'ın əvvəlləri idi. Dedi ki, bir dənə toy var. Mənə deyiblər, istəyirlər ki, sən gələsən 2 mahnı oxuyasan orada. Dedim, Rafiq, mən gəlməyəcəm. Hətta gizləmə, sən nə danışırsan? Vəziyyət gör nədir, ailə var orada, uşaqlar oyan, bu yan, boşum. Gəlib oxuyarsan, gedərsən orada, nə var ki orada da? Boşum, bütər məni şeylədi ki, gələrsən da. Gəldim, çıxdım səhnəyə. Gördüm, biri oturub belə, biri böyle oturub belə, biri ha, biri xüsusən. Yəni, bu mənim üçün də oradan biraz ayrı cürdür. O şeyə mən örgəşməmişəm. Mikrofonu qoydum, dedim, Rafiq, incimə məndən. Mən gedim, var birini göndərirəm, gəlib yola verər. Sən dəlisən. Sən neynədin? Sən nə bilim, getdim. Geldim. O biri günü Rafiq deyir ki, sən belə dolana bilməyəsən, sən. Dedim, ay Rafiq, mən buna söz vermişəm, yaxşıdır öyle, ondan olsun. Baxdı, dedi ki, bu sözü mən də vermişəm, bunu bilməm. Ancaq ki, indiki vaxt heç kim fikirləşmirdi ki, birinci Vətən müharibəsi vəziyyət belə ağır ola bilər. Nəysə, onunla da qutardı. Qaşların əyər məni, gözlərin süzər məni, mən dostluqda möhkəməm, tanısan əgər məni. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda, sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda. Əziziyəm gül bağda, bülbül bağda, gül bağda, sənsiz bağa girmərəm, xəzəl olsa gül bağda.
Mübariz bəy, Rəşid Behbudovdan danışdınız, xatirələrinizi bölüşdünüz. Niyə hazırda ikinci Rəşid Behbudov yoxdur? Niyə elə insanlar yenidən gəlmir? Zövqlər niyə korlanıb? Ya insanlar Mən zövqsüzləşib belə həqiqətən. düşünmürəm. Ola bilər ki, gələcəkdə Rəşid Behbudovdan da yaxşı kimsə gələcək. Yaxşı bilirsiniz nə mənadadır? Hər bir belə dahi insan bir dəfə gəlir həyata. 1000 ildən bir gəlir. Yəni bu təkrar olunmur heç bir vaxt. Onun kopyasını çıxartmaq asandır. Ancaq o yeriş deyirlər o. Yerişini yeriyə bilməzlər. Hər adamın öz aləmi olmalıdır, öz yüksəkliyi olmalıdır. Yəni o öz səs tembri olmalıdır, öz yüksək mədəniyyəti olmalıdır səhnədə. Tamaşaçı ilə davranışıdır və s. O bircə nə bilim nə ilə alınmır ki. Hər bir insanın bir zövqü var. Ancaq bu bütöv demirəm 100%, 60-70% əgər bunun elədiyi sənət uyğun gəlirsə xalqa, bu bilirsiniz nədir? Bu etalon bu artıq çox yüksək səviyyədədir. Biz yadımdadır 70-ci illərdən bu günə kimi axtardıq ki, bayağı mahnıları yığın da. Elə dedik, bu günə kimi də yığa bilməmişik. Bilirsiniz niyə? Hər birinin öz zövqü var, onu yığa bilməyəcək biz. Alınmayacaq. Bir dəfə bir söz işlətdim. Dedim ki, o bayağı mahnını sevən, nə bilim, nə insan apar simfonik orkestrin konsertinə. O sonra bir 10 dəqiqədən sonra bir təcili yardım çağırın, oradan onu aparın. Ya cazla bağlı bir apar konsertə otur bunu, görün nə günə düşəcək. Və eyni vəziyyətdə də gözəl musiqini sevən, simfonizmi sevən insanı apar bayağı bir mahnı konsertinə. Getməz birinci o. Getsə də orada elə eyni vəziyyət də onda yarana bilər. Məsələn, Türkiyədir, Belarusiyadır, Ruslar belə biz veriliş apardılar Triagorda. Mən baxıb siz baxmayıbsınız. Həmən bu bayağı mahnılar, bu Blatnoy mahnılarda bunları yaxşı aranjmanda, böyük orkestrla, səhnə quruluşu, dekorasiyanı hələ demirəm, rəqs qrupudur və s. Bunu tam başqa bir licimə geydirirlər. Ki, yəni ki, bax, bu belə də ola bilər. Bir vaxtlar, deməli, belə deyək, bayağı yox, kimsə mahnı yazır, bəstəkar deyil də. Bunu Bəstəkarlar İttifaqının nəzdində bir şöbə vardı, Cavanşir Quliyev başçılıq edirdi. Gətirdilər, o baxırdı o yan bu yanı düzəlişlər, akordlar, qarmoniyasına və s. Və ondan sonra buraxmaq olardı xalq musiqisi kimi. Yəni o da yoxdur bugünkü günü. Başına kim istəyir yazır, kim istəyir yazmır. Bədii şuralar yoxdur. Bədii şuralarda bilirsiniz kimlər otururdu? Tofiq Quliyev, Rauf Hacıyev, kim istəyirsiniz də adlı sanlı insanların əksəriyyəti şeirlərə baxan, sözlərə baxan anar otururdu və s. Bugünkü günü orada yazır, buradan getirib efirə bırakır. Heç baxmırlar, bəlkə söyüş var orada. Anlayıram sizi. Bax, bunlar problemlərdir. Bunları düzəltmək lazımdır. Hardasa bir don geydirmək lazımdır. Yaxşı bir varianta keçirmək lazımdır. Çünki o zövqləri dəyişə bilmərik biz. Mümkün deyil. O bayağı mahnıları qulaq asan insanların, onların zövqü budur. Biz nə qədər də istəsək ki, bunu hamarlayaq, müəyyən bir səviyyə qaldıraq. Mən axır vaxtlar baxıram, meyxanaçıları gözəl kostyumlarla geydirib, babuçkalar bağlayıblar. Bəyəm bununla hər şey həll olunur. Maraqlı sualdır. Bilirsiniz,
Meyxananın özü də, yəni bu bədaətən deyilən hər adamda yoxdur. Allah vergisi olan insanlardır bunlar. Bunları da bir gözəl bir şəkilə salmaq lazımdır. Ta ağzına gələni oradan buna desin, bu da desin, o məsələ ortadan çıxmalıdır. Mən indi öz fikrimi calamıram. Sadəcə çox yaşlı bir insanam da, müəyyən məktəb keçmiş insanam. Çox istəyirəm ki, Azərbaycanda həm aşıq sənəti, həm meyxana, bu istiqamətlər bu kökdən gələndir, özünə deyil bunlar. Aşıq sənəti bizim kökümüzdür, musiqimizin köküdür. Yəni gətirib gör, nə vəziyyətdə çıxartdılar ki, bu insanlar bir-iki qəpik qazanmaq üçün səviyyəsiz restoranda deyəsə, 3 yerlik, 4 yerlik bir masası olan yerdə gedib ailəsini dolandırmaq üçün nə bilim. Bilmirsiniz, bu da var. Nəysə, bədmin notlara girməyək. Girməyək. Çünki yaxşı tərəf daha çoxdur. Elə bir neçə gün bundan əvvəl bizim musiqi günümüzü keçirdik biz. Bəli. Klasik musiqi istiqamətində böyük uğurlar var. Caz musiqi istiqamətində uğurlar var. Gənc nəsil gəlir. Biz deyirdik ki, Vaqif getdi, Rafiq getdi. Nə olacaq, nə olmayacaq görürsünüzmü? Ağası kəsilməyən musiqiçilər gəlir bugünkü günü. Ona görə Azərbaycan musiqisi yaşayacaq. Üzeyir bəy də Allah qəni rəhmət eləsin. Ruhu şad olsun ki, miras qoyduğu bu yol, bəli, yaxşı əllərdədir və davamlı öz istiqamətindədir. Bu dediklərimiz, bu balaca şeylər, bunlar hamısı gəlib gedən məsələlərdir. Bunu həll eləmək olar. Olar, vallahi olar. Əsas odur ki, dəryalar olan muğamımızı itirməyək. Mən muğamı elə demədim. Çünki muğam aləmi belədir ki, bütün sahələri onun, klasikası, estradası, hamısı bununla bağlıdır. Bir yerdə zəncir var, sındısa qutardı. Deməli bir boşluq yaranacaq. Bir də ki, Allah vergisi olan insanlara kömək eləmək lazımdır. Onlar köməksiz olurlar. Köməksiz olurlar. Onlar heç bir şey istəmirlər, heç bir şey. Başını salıb öz işinə. Onlara kömək eləyin. O qalanları ki, gündə orada, burada, ekranlarda nə bilim nə, onlar özlərinə yol tapacaqlar. Mübariz bəy, biraz pozitiv notlara köklənək istəyirəm. Necə siz də dediniz ki, bədbin olmayaq. Sizin çox gözəl mahnılarınız var yaradıcılığınızda və məsələn, Ovuc içi qədər xoşbəxtlik yetər, yada sal, sən gələndə və s. Bu mahnılar hazırda sosial şəbəkələrdə trenddir və gənclərin həqiqətən ən sevimli mahnılarına çevrilib. Sizcə bunun sirri, bunun tilsimi nədədir? Rəşid Beybutov məktəbi 3 dəqiqəlik mahnını həm bəstəkar tərəfindən, həm şairi, həm aranjmanı və s. bunlar bütöv bir qarmoniya təşkil eləməlidir. Ancaq axırı ona gəlir ki, bunu ifaçı təqdim eləyir. Əgər məndə səmimilik yoxdursa, intonasiyalarda düzgün vurğular yoxdursa, o çatmayacaq heç vaxt. Ona görə tələbələrimə, elə yaşlı kitlələr deyirəm, denən sən, sevirəm səni, denən, ürəkdən denən. Sevirəm səni ki, biri belə deyir. Sevirəm də, biri belə deyir. Sevirəm səni deyə, zəhrim arsan, sevirsən sən, belə sevmək olur. Bir yaxşı fikirləş, bir denən görək, bu həqiqətə bir uyğun gəlsin. Ay, mən hələ sevməmişəm axı. Deyib, başa düşürəm. Və sən sənət aləminə gəlmək istəyirsən, nə cür gəlirsən sən? Sən çatdırmalısan onu. Sən hər bir dediyin sözü tamaşaçı inanmalıdır ona. Yalana da inanmalıdır o.
Bir məndən nədən bir soruşdular ki, abimdən, bunu yaşayıbsınız siz? O xatirə mahnısıdır, nə o biridir, bu biridir. Deyirəm ki, oğul, həyatda hər bir şey olur. Ay qızım, həyatda hər bir şey olur. Mən onu yaşamasam da, mən o mahnıda yaşamışam onu. Əgər o inandırmışam sizə, deməli alınıb, mahnı alınıb. Mübariz bəy, sizin mahnılarınızdan danışdıq. Mahnılarınızdan biri YouTube platformasında Yada Sal Məni klipi var və həmin klipin rəylər bölməsində belə bir rəy görmüşdüm. Birbaşa oxuyacağam ki, təhrif eləməyim həmin fikri. Yoldaşım şəhid olanda əşyaları qayıtdı. Onların içində də telefonu. Telefonu biraz qurdaladım ki, bəlkə mənə nəsə yazıb qoyub. Heç nə tapa bilmədim. Bir neçə gün sonra mahnı siyahısında təkcə bu mahnını tapdım. Yəni Yada Sal mahnısı. Təkcə bu mahnı var idi. Sanki hiss eləmişdi ki, şəhid olacaq. Və mənə ondan bir bu mahnı qaldı, bir də körpəmiz. Sizin bu mahnınız həqiqətən də, düzdür, vətənpərvər mahnılar oxuyursunuz, amma bu mahnı xüsusən qəlblərə yol tapıb, xüsusən də şəhid ailələri, şəhid xanımları bu mahnı ilə sanki təsəlli tapırlar. Bu cür rəyləri görəndə nə düşünürsünüz, nə hiss edirsiniz? Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Amin. Qazilərimizə can sağlığı versin. Onların analarına can sağlığı versin. Uzun ömür arzulayıram. Onların balaları xoş günlər görsün. Görüləcək də, bax, bugünkü günün davranışını görəndə sevinir ki, fikirləşərdi ki, Cəbrailə qayıdacaqlar, Ağdama qayıdacaqlar. Yəni, bütün o zəbt olunmuş yerlərdə yeni qəsəbələr tikilir, evlər tikilir və s. Buna baxanda adam yaşamaq istəyir. Həmin o evləri vaxtında tərk edib gedən insanlar ora qayıdırlar. Sevinə-sevinə ki, o torpağı öpürlər ki, bu torpaqda biz böyümüşük də. Şəhid elə bir zirvədir ki, o əl çatmayan zirvədir. İstəsən də gedəsən güllə qabağına dayanasan, tutmayacaq səni. Bu, Rafiq Babayevin yaratdığı cəngi ansamblı ilə biz qarnizondan deməli əskərləri yola salırdıq Cəpiyə. Bir oğlan vardı, bayraqla, həftə axırı gəldi ki, belə, dedim, oğlan hardadır, gəlsin, kömək eləsin. Mən bu söhbət eləmişəm efirdə. Gördüm ki, gənc leytenantın da üzündə cizgilər dəyişdi. Yəni, müəllim, o şəhid olub. Ay Allah, nə vəziyyətə düşdüm. Konserti bir tər titriyə-titriyə oxuya yola verdik. Eldar Mansurovla yəni ayrı bir mahnı işləyirdik, gəldim Eldargilə. Gördüm ki, Firuz Dilənçi əyləşib, şair. Nədən söhbət düşdüsə belə bunlara da danışdım bunu. Firuz dedi ki, bir buna bax şeirə. Bax, belə birinci, ikinci sətirdən mən hiss elədim ki, həm o təəssürat, eyni vaxtda da bu nə bilim nə, bu yəni Allahıma qurban olum, öz-özünə yaranan bir şey deyil. Gəldik, çıxdıq mahnının üstünə. Gəldim, evdə baxdım, xeylə sizinlə söhbət elədik. Qayıtdım bir də Eldargilə. Bu Yada Sal Məni mahnısı belə yaranıbdır. Elə o vaxt birinci efirdən sonra bu mahnı başlandı səslənməyə orada burada. Və bu mahnının buyur artıq 30 nə bilim neçə yaşı tamam olur. Ona baxmayaraq ki, yeni aranjmanda mən oxudum, ancaq ki, həmin oxuduğum 30 il bundan əvvəl oxuduğum fonoqram bugünkü günü səslənir.
onu yaşayan insanlar o vaxt eşidiblər həmin o fonoqramı. Harda da oxusam, kameralar əllərində başlayırlar zalı oynatmaq. Böyük xalqıq biz, doğrudan yaxşını pisi seçən xalqıq. Biz qarşıdan da Zəfər bayramımız gəlir. Allah xalqımızı qorusun, Allah gənclərimizi qorusun. Biz müharibə istəmirik. Yox, biz sülh sevən xalqıq. Ancaq ki, möhtərəm prezidentimiz dedi ki, nəyi nə vaxt eləmək lazım, mən yaxşı bilirəm. Bir də dəmir yumruq həmişə hazır vəziyyətdədir. Ona görə lazım gəlsə bu torpağa, qocalı cavanlı genə sinəmizi qarşı verəcək. Yaşasın Azərbaycanımız, yaşasın gənclərimiz, yaşasın yaşlı nəsil. Gedirəm bu axşam, gedirəm gülüm. Bilirəm gül üzün solacaq mənsiz. Gedirəm gəlməsən, qalacaq sevgim. Bəlkədə gözlərim dolacaq mənsiz. Gedirəm gəlməsən, qalacaq sevgim. Bəlkədə gözlərim dolacaq mənsiz. Yaşadır sevdalı bir xəyal məni. Gedirəm gəlməsən, yada sal məni. Yaşadır sevdalı bir xəyal məni.